imam təyin olunub ki, ona tabi olmaq üçün və ondan önə keçmək, hərəkətlərdə ondan önə keçmək haramlığı olmasıdır. Necə ki, hədisdə gəlir, Allah Resulü sallallahu aleyhi və səlləmdən gəlir ki, Səhih Müslimdə 426-cı rəqəmdə Ənəs ibn Məlik radiyallahu anh deyir ki, Sallə binə Rasulullah sallallahu aleyhi və səlləm zətə yevmin. Bir gün Allah Resulü sallallahu aleyhi və səlləm bizə namaz qıldırdı. Fələmmə qada salət əqbələ aleyni bi vəcihi. Və namazını bitirdikdə bizə tərəf öz üzü ilə yönəldi. Fəqal, Əyyuhən nəs inni imamukum. Fələ təsbiquni bi ruku'i və la bi sucudi və la bil qiyami və la bil insiraf. Və Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, ey insanlar, mən sizin imamınızam və məni rüküdə, səcdədə, qiyamda, salam verməkdə önə keçməyin. Məndən önə keçməyin. Fə inni ərakum əməmi və min xalifi. Həqiqətən mən sizi önümdən və arxamdan görürəm. Thumma qal, vəl-ləzi nəfsu Muhammedin biyədihi, ləv və rəəytum mə rəəytu lədəhiqtum qalilan və ləbəkəytum kəsiran. Muhammedin nəfsi, onun əlində ona and olsun ki, əgər mən gördüyümü siz görsəydiniz, az gülüb, çox ağlayardınız. Qalu və mə rəaytə ya Rasulallah. Və dedilər, ey Allah Rasulü, sən nə gördün? Qalə rəaytul cənnə və nər. Cənnəti və cəhənnəm gördüm. Və bu hədis çoxlu faydalar özünə daşıyır. Və birinci fayda odur ki, imam namazı bitirən kimi Əstəğfirullah, əstəğfirullah, Allahümme entəssələm, mükəssələm, təbarəqdi, yədəl cəlal və ikram deyən kimi dərhal insanlara tərəfə yönəlib dərs danışıb, ya müəyyən bir fayda verməsi icazəlidir. Və həmçinin Allah Resulü sallallahu aleyhi və səlləm bu hədisdə göstərir ki, imama tabi olanlar imama tabi olmalıdır. Yəni, mə'mum imama tabi olmalıdır. Və nə rükü etməkdə, nə səcdə etməkdə, nə də ayaq üstə qalxmaqda, ya da salam verməkdə imamdan öncə keçməməlidir. Çox adam görsün, təəssüf ki, imam Əssəlamu aleykum və rəhmətullah deyənə kimi artıq arxadakılar sola salam verib bitirir namazı. Bu da göstərir ki, nədir? İmamdan öncə namazı keçmək olmaz, yəni hərəkətlərdə imama tabi olmaq lazımdır və namazlarını təhlükəyə salırlar. Və həmçinin bu hədisdən olaraq Allah Resulü sallallahu aleyhi ve sellem göstərir ki, yəni cənnəti cəhənnəmi görməsi və cənnət cəhənnəm haqdır, mövcuddur və məxluqdur.